ilk baxışdan iki eyni söz kimi görsənsə də, iki fərqli mənada, iki fərqli şəkildə işlənmiş sözdür. Deməli, deyir ki, anam yemək bişirdi, eləmi? Yemək sobanın üzərində bişirdi. Bax, anam yemək bişirdi. Vurğu düşür axıra. Bişmək, bişirmək, dıd oldu zaman şəkilçisi. Sonra yemək sobanın üzərində bişirdi. Hal-hazırda bişirdi. Bişmək sözü ir indiki zaman şəkilçisi, di də oldu hissəcik. Baxaq, idi köməkçi sözü işlənib. Köməkçi söz hardadır? Burada. İkiyə elədim A variantını. Sonra xəbər şəklində işlənmişdir. Uşaqlar, baxın, burada zaman şəkilçisi nədir? D, keçmiş zaman. Burada xəbər şəkilçisi ir, indiki zaman. Yəni, hər iki halda bunda zaman şəkilçisi var. Birində indikidir, birində keçmiş. Nə fərqi var? Eyni halda olur xəbər şəkli. Sonra quruluşca düzəltmədir. Düzəltmə olan demək biridir. Sonra məlum növdədir. Hər ikisi məlum növdədir. Bişirdi, bişirdi. Burada hər hansısa məlum növün şəkilçisi yoxdursa, deməli olacaq məlum növ. Sonra indiki zamanda olan da bu idi. Belə. Bişirdi, bişirdi, köçürdü, köçürdü. Sonra bitirdi, bitirdi. Bu tipli sözlər uşaqlar iki cür düşünülə bilir. Burada siz nəyə diqqət edirsiniz? Vurğu hansının üzərindədirsə o zaman şəkilçisidir. Məsələn, burada dediyim kimi bişirdi, bişirdi. Nə etdi? Bişirdi. Anam yemək bişirdi. Vurğu hansının üzərindədirsə o zaman şəkilçisidir. Bu artıq olur. Demək, burada da vurğu bunun üzərindədir. Belə. Cavab 1-ə C, 2-ə B, D,